Salam qızlar, kanalıma xoş gəldiniz. Mənim adım Xatirədir. Bugün sizinlə birlikdə bir makyaj videosu çəkəcəyik. Özüm də çox həyəcanlıyam. Çoxdan bu videonu çəkmək istirdim və ümumiyyətlə belə bir seriya başlatmaq istirdim ki, yalnız bir markanın bütün məhsulları ilə makyaj. Əslində mənim belə bir videom var artıq YouTube kanalımda, yalnız Golden Rose məhsulları ilə makyaj. Bu dəfə isə bir qədər bahalı marka hesab olunan MAC markasının məhsulları ilə makyaj edəcəyik. Deyim ki, dərimi nəmləndirmişəm, mütləq göz altlarımı nəmləndirmişəm. İndi isə tonal krem istifadə edəcəm. Tonal krem olaraq MAC-ın çox tanınmış bir tonal kremi var. Çox örtücü hesab olunur. Studio Fix Fluid belə gedir adı. Məndə olan nömrəsi NC25-dir. Və bunu MAC-ın strop kremi ilə qarışdıracağam. Çox vaxt mənə suallar gəlir ki, Xatirə, hansı tonal krem daha örtücüdür? Toya, ad günə, xüsusi günlərdə hansı tonal kremdən istifadə edə bilərik? Mən sizə tam əminliklə deyə bilərəm ki, xüsusi günlərinizdə bir dənə MAC alırsınız, düzdür, baha hesab oluna bilər, amma onu bilin ki, xüsusi günlərdə sizi çox gözəl, yəni belə deyək də, qurtaracaq bir məhsuldur bu. Və yalnız xüsusi günlərdə, yəni adi günlərdə qətiyyən istifadə eləmirəm. MAC-ın strop kremi isə əsasən üzə parıltı vermək üçün daha yaxşıdır. Üzü belə strop makyajlarda istifadə etmək üçün çox yaxşıdır. Sadəcə olaraq onu deyə bilərəm ki, qızlar, bu MAC-ın bu tonal kremini açacağam, indi sizə göstərəcəm. Belədir. Yəni ki, bunun heç bir burada pompası yoxdur ki, sıxıb istifadə eləyəsiniz. Ona görə əlinizə tökmək məcburiyyətindəsiz belə. Əlinizin üstünə strop kremlə qarışdırıram. Çoxdandır artıq tonal krem yaymaq üçün mən Aua'nın belə bir fırçasını istifadə edirəm qızlar, gördüyünüz kimi. Bu fırçanın nömrəsi F7-dir və tonal krem tətbiq etmək üçün çox rahatdır. Heç bir halda da bu tüklərin izi qalmır üzünüzdə. Üzümdəki bu vəziyyəti görürsünüz. İndi bu vəziyyətdən əsər əlamət qalmayacaq. Tonal kremi artıq üzümə tətbiq etdiyimi gördüyünüz kimi sarı alt tonludur və mən elə fikirləşirəm ki, dərimdən bir ton tündür. Sadəcə olaraq internetdən sifariş etdiyimə görə belə alınım. Amma mən fikirləşirəm ki, NC20 rəngi mənə daha uyğun olacaq. Və MAC strobla qarışdırdım. Deməli, bu tonal krem haqqında nə deyə bilərəm? Tonal kremi siz rahatlıqla, quru dəriniz varsa istifadə edə bilərsiniz. Heç bir dərinizdəki o qabıqlıq görüntü var. Quru dərilərdə adətən olur tonal krem vurandan sonra. Elə bir görüntü yaranmadı. Mən də dəfələrdən baxdım və hətta deyərdim ki, biraz nəm bitişli qaldı. Çox güman ki, MAC strobla qarışdırdığıma görə. İndi isə keçirəm göz altlarıma. Göz altlarımda isə MAC-ın NC20 nömrəli Studio Finish konsilerindən istifadə eləyəcəm. Belə bir konsilerdir, belə qablaşmada və onu deyə bilərəm ki, teksturası çox qatıdır və göz altlarını qurudur, quruluğunu önə çıxarır. Ona görə göz altlarınızı mütləq və mütləq çox yaxşı nəmləndirməlisiniz. Amma örtücüdürmü? Göz altlarımı görürsünüz, bu gecə yatmamışam, uşaqlarım imkan verməyib, sağ olsunlar. Ona görə göz altlarım bugün öz gözəlliyini göstərir. Örtücüdürmü? Bəli, örtücüdür. Sadəcə olaraq mən rəng seçimində mənə gəlir ki, səhv eləmişəm. Yenə də siz yazarsınız videonun altına necə göründüyünü. Konsileri isə gözümün altına Real Techniques-in Expert Concealer bruşı ilə tətbiq edirəm. Yəni bu məhz konsiler üçün nəzərdə tutulmuş bir fırçadır. Göz altlarımın aydınlandığını görürsünüz yəqin ki. Ümid edirəm ki, bu Demet Akalın makyajı olmayacaq. Gözümün üstünə də mütləq konsiler vururam. Çünki
göz kölgəsini istəyirəm ki, baza kimi yaxşı saxlasın. Yəni təbii ki, fırçanın üstündə qalan konsilyerə gözümün üstünə sürtürəm. Kanal Krem Tint konsilyer isə açıq rəngdə alan bir blogerin dramı hal-hazırda görürsünüz. Mən çox ümid edirəm ki, siz hal-hazırda videoda çox gözəl bir görüntü görürsünüz, bərbad bir görüntü görmürsünüz. İndi isə keçirəm üzümü bronzer vasitəsilə isitməyə. Bronzerim yoxdur MAC-dan, almamışam. Sadəcə olaraq niyə almadım? Məndə belə bir kirşanı var MAC-ın. Bunu mənə hədiyyə eləmişdilər. Sadəcə olaraq rəngini tutuzdura bilmədiklərinə görə, çox tünd olduğuna görə mən bunu həmişə bronzer kimi istifadə edirəm və deyərdim ki, çox gözəldir. Bronzer kimi əladır. Ümumiyyətlə, tünd rəngdə kirşanları, el dilində desək pudraları siz bronzer kimi istifadə edə bilərsiniz. Çox gözəl nəticə alacaqsınız. Medium dark rəngidir. Bu Mineralize Skin Finish kirşanıdır. Bunu bronzer kimi istifadə edəcəm və sadəcə üzümə istilik qatacağam. Siz indi görə bilirsiniz ya yox. Doğrudan da bu bronzer kimi çox əladır. Burnumu da biraz kontur eləyirəm mən. Adətən eləmirəm, nadir hallarda eləyirəm. Burnumun burası çox nazik gəlir, amma uc hissəsi mənə gəlir ki, biraz toppuşdur. Ona görə belə Aua'nın belə nazik uclu gördüyünüz kimi bir fırçası var. Bununla nömrəsi F10'dur. Bununla biraz burnumun sadəcə aşağı hissəsini bronzerla işimiz bitdikdən sonra indi isə keçirəm göz kölgələrinə. Mənim göz kölgəm 2 dənə belə göz kölgəm var, təkli, MAC-ın tək formada olan göz kölgələridir. Biri boz rəngdədir, amma yaşıla, belə yaşıl rəngə çalan bir bozdur bu. Green Smoke rəngidir. Digəri isə Honey Lust rəngidir. Gördüyünüz kimi bronz bir rəngdir. Bunu istifadə eləməyi düşünürəm. Bunu eləyəcəm istifadə. Sadəcə olaraq ilk öncə MAC-ın bu Teddy göz qələmi ilə gözlərimin sadəcə bu hissələrinə biraz kölgə qatacağam. Daha sonra isə bir fırça ilə belə bir fırçadır, Golden Rose'un fırçasıdır. Ucu bərk və yastı bir fırçadır. Bunu yayıram. O qədər gözəl yayılır ki, qızlar. Çox gözəl yayılır. Tünd qəhvəyi rəngdədir qızlar və içində xırda-xırda zərlər var. Çox xırdadır, yəni gözlə, güclə görülür. Qızlar, göz qələmini yayandan sonra isə keçid eləyirəm. Mən gözlərimin biraz da qıraqlarına dərinlik qatmaq istəyirəm. Çox az. Bunun üçün MAC-ın 224 nömrəli qarışdırma fırçasından istifadə edəcəm. İllərdir məynəndir və ən sevdiyim fırçalardan biridir və bilirəm ki, artıq canını tapşıracaq. Ona görə almalıyam bundan. Amma qızlar, onu deyim ki, çox bahadır. Amma mükəmməl bir fırçadır. Deməli, neynədim? MAC-ın Harmony belə bir ənliyi var. Çox gözəldir rəngi. Çox gözəldir. Bu rəngdə ənliyi mən hələ görməmişəm heç yerdə. Adı Harmony'dir və bununla gözlərimin bu çıxıntı deyək də yerlərinə bir qədər dərinlik qatıram. Qələmin üstündən gedirəm.
Belə qızlar, indi isə keçirəm digər göz kölgəmə. Hani last rəngidir, bilməm görürsüz ya yox. Rəngi belədir, çox gözəl parıldayır, amma zər çoxdur tərkibində. Ona görə bunu barmaqla tətbiq eləyə bilməyəcəksiniz, fırça ilə də rahat tətbiq eləyə bilməyəcəksiniz. Ona görə sizə lazımdır mütləq və mütləq fırçanı yaş eləmək. Bu fırçanı götürürəm, bayaq qeyd elədiyim Golden Rose-dan aldığım fırçadır bu. Və MAC-ın Fix Plus-larından bu kokonatlıdır, yəni kokosludur. Bunu biraz yaş eləyirəm. Və göz kölgəsini elə gözümün bu boş qalan hissələrinə tətbiq edirəm. Fix Plus biraz ağzıma gəldi, şirinmiş. Qızlar, indi isə yenidən MAC-ın Teddy göz qələmini götürürəm və gözlərimin sadəcə olaraq bu hissəsinə biraz rəng verirəm. Və görürsünüzsə, axıra kimi qələmi sürtmürəm. Sadəcə bu son, gözümün sonlarına da, arxasına. Necə deyim sizə? Gözümün bitəcəyi. Həmin bu fırçanı götürürəm. Bunun üzərində həmin göz kölgəsindən bu Honey Last-dan qalıb. Qızlar, indi isə keçirik maskaraya. Maskara olaraq mən çox sevdiyim, çox bəyəndiyim bir maskarası var MAC-ın. In Extreme Dimension Black. Belə bir maskarasıdır. Çox gözəl dolğunluq verir kipriklərə. Çox gözəl uzadır kiprikləri. Çox qalıcıdır. Mən çox bəyənirəm. Məmnuniyyətlə yenə əldə edəcəm. Mən gecə makiyajlarında həmişə bu maskaranı istifadə edirəm və inanın ki, bitməyini heç istəmirəm. Maskara ilə də işimiz bitdi, qızlar. İndi isə ənliyə keçid edirəm. Ənlik də bayaq göz kölgəsi kimi istifadə etdiyim bir ənlikdir bu. MAC-ın Harmony rəngidir. O qədər natural bir rəngi var ki, qızlar, yəni sözlə ifadə eləmərəm və indiyənə kimi demək olar ki, istifadə etdiyim ənliklər içərisində ən natural rəngi olan ənlikdir bu. İndi isə keçirik highlighter'a. Mənim ürəyimdədir bu highlighter üçün. Bu MAC-ın Double Gleam Extra Dimension seriyasından Double Gleam rəngidir. Göstərim sizə. Əgər deyirsinizsə bir dənə highlighterım olsun, təbii olsun, gündəlik də istifadə edeyim, gecə çıxanda da istifadə edeyim, bu Double Gleam ola bilər. Bəli qızlar, demək olar ki, makiyajım bitdi. Artıq sadəcə olaraq dodaq boyam qalıb. Dodaq boyası isə 2 dənə istifadə edəcəm. Sonra klassik olan MAC-lardandır. Biri Russian Red'dir, qırmızı rəngdə. Həmişə istifadə edəndə ən çox soruşulan rənglərdən biridir. Biri də ki, Modest. Russian Red mat hesab olunur, amma Modest rəngi isə daha kremsidir. Deməli, birinci dodaqlarımı konturlayacağım. Bunun üçün MAC-ın Subculture dodaq qələmindən istifadə edəcəm. Çox gözəl nude bir rəngi var.
Bu qələm nə çox qurudur qızlar, nə də çox yağlıdır, orta belə deyim. Nude rənglərdə olduğuna görə bir qədər hiss olunmaya bilər, amma çox gözəl, çox təbii bir nudedur. İndi isə Modesty rəngini, bu da çox gözəl nude çəhrayı rəngidir. Mənim birinci dodaq boyası ilə olan makiyajımın tam formasıdır, gördüyünüz kimi. Əgər bəyəndinizsə, bəyənmədinizsə, aşağıda rəylərinizi gözləyəcəm sizin. İkinci dodaq boyasına indi hal-hazırda keçid edirəm. Budur qızlar, bu isə qırmızı dodaq boyası ilə makiyajın görünüşüdür. Hansını çox bəyəndiniz? Birinci, yoxsa ikinci? Mən elə fikirləşirəm ki, birinci dodaq boyası ilə olan makiyaj daha çox gündəliyə uyğundur. Bu isə daha çox gecə harasa çıxırsınızsa, toy, doğum günü, hər hansısa bir gecəyə gedirsinizsə, bu tipdə makiyaj edib gedə bilərsiniz. Və makiyajımızı son olaraq Fix Plus-la sabitləyirik. Bunun bir neçə növləri var, hətta lavandalı da var, sadə var. Məndə isə kokosludur, yəni kokos ətri gəlir. Bunu istifadə edən zaman mütləq gözlərinizi bağlamalısınız. Çünki mən bəzən istifadə etmişəm, yəni gözümün üstünə gəldiyi üçün həmin su makiyajım yayılır. Makiyajımı bəyəndinizsə, ümumiyyətlə videonu bəyəndinizsə, mütləq bəyən düyməsinə klik eləməyi unutmayın. Əgər videonu ilk dəfə izləyirsinizsə və kanalıma yeni gəlmisinizsə, abunə olub digər videolarımı da izləyib yeni videolardan da xəbərdar olmaq istəyirsinizsə, aşağıda zınqrov işarəsi var. Həmin işarəyə klik edirsiniz və dərhal video yüklən kimi sizə bildiriş gəlir. Hamınızı öpürəm qızlar. Bura qədər izlədiyiniz üçün sizə çox təşəkkür edirəm. Növbəti və maraqlı videolarda görüşənədək sağ olun.